Salam, axşamınız xeyir olsun. Bizim Orxan qardaşımız bir məqaləsi vardı. İstədim onu bütün qardaşlarla, bacılarla paylaşım. Məqalə budur ki, yaradılış zamanı Adəm və İblis diyaloqu var Quran-ı Kərimdə. İblis Adəmə səcdədən boyun qaçırır və mən ondan xeyirliyəm deyir. Mən istəyirəm ki, inşallah bunu sizlə paylaşam. Deməli, bu məqaləmdə Orxan qardaş yazıbdır ki, bu məqaləmdə illərlə Qurandan səhv anladığım bir fikir haqqında düşüncəmi paylaşmaq istədim. Adəmin yerə endirilməmişdən öncə Allah mələklərə mən yer üzündə insanı xəlifə təyin edəcəyəm. Mən ona öz ruhumdan üfürdükdə ona səzdə edin. Onun üstünlüyünü qəbul edin. Edib tabi olun dedikdə İblis istisna, mələklərin hamısı əmrə boyun əyir. İblis əmrə əks çıxmasına səbəb olaraq mən ondan xeyirliyəm. Daha sözü belə deyək də yoxdur. Mən ondan xeyirliyəm. Buna da düzəliş verək burada. Mən ondan xeyirliyəm iddiasını ortaya qoydu. İblis bu üstünlüyü nə ilə əsaslandırır deyə soruşsam, əksər İslam dinində olduqlarını qəbul edənlər İblisin oddan yaranmasını, əslində od sözü də tüstüsüz od kəlməsi ilə keçir və bu nar kəlməsi, nur kəlməsi eyni sözdür, navara kəlməsidir. Əslində od deyil, odun işığıdır, şöləsidir. Yəni ətrafa saldığı şölə, aydınlıq olaraq onu qəsd edir. Amma bu elə bir oddur ki, mənşəyi Allaha bəllidir. Bu işığın mənbəyi. Yəni Allah bunu saf bir işıqdan yaratdığını ortaya qoyur. Və İblisin yaradılış can olaraq göstərilir. Və Hicr surəsinin 26-cı ayəsində Allah insanın salsal palçığından yaradıldığını və daha öncə də canlı, saf olan, tüstüsüz olan enerjiden yaratdığını ortaya qoyur, nurdan yəni. Və mələklər üçün Allah deyir ki, mən elə ki ona səviyyə verdim, palçıqdan, salsaldan yaratdım, ona səviyyə verdim, onun üçün səzdəyə oturun deyə bir tapşırıq verir. Daha öncə canı tüstüsüz və yaxud da saf olan işıqdan yaratdığını deyən Allah və mələkləri bura qoşaraq başa salır ki, əslində Allah mələk ünsürünü tüstüsüz olan həmən saf işıqdan yaratdığını, İblis də həmçinin o tayfadan olduğunu biz bilmiş oluruq. Mövzumuz bu deyil, davam edək. Deyir ki, deməli, İblis bu üstünlüyü nə ilə əsaslandırır deyə soruşsam, əksər İslam dinində olduqlarını qəbul edənlər İblisin oddan yaranmasını və onun odu palçıqdan daha üstün hesab etdiyini söyləyəcəklər. İlk öncə məndə əksər Quran tərcümələrindən bunu anlamışam. Yəni etiraf edirik ki, hamımız belə anlamışıq. Çünki tərcüməyə baxırıq. İlk öncə tərcümələrdə nə şəkildə bildirildiyinə nəzər yetirək. Yəni görək necə qoyublar. Məsələn, deməli, Əraf 12-ci ayət var. Mən istəyirəm bu ayətləri sizə məal üzərindən də göstərəm, icazənizlə. Deməli, 7-12-yə vuraq. Deməli, Qalə mə mənəəkə əllə təscudu iz əmərtukə. O dedi, nə mane oldu sənə ki, səzdə etmədin sənə əmr etdiyim zaman. O da dedi ki, yəni İblis,
Ənə xayrun minhu, mən ondan xeyirliyəm, daha xeyirliyəm sözü deyil, sadəcə xeyirliyəm. Xələqtəni min nar, məni oddan yaratdın və xələqtəhu min tin və onu tindən yaratdın. Tərcüməyə baxaq, Ərhan Aktaş görək necə deyir. Sana buyurduğum haldə səni səcdə etməkdən alıkoyan nədir? Dedi, mən ondan hayırlıyam, bəni atəşdən, onu çamurdan yarattın, dedi. Qardaş deyir ki, eyni mən sənə əmr edəndə sənə səzdə etməyə nə mane oldu deyə buyurdu. İblis mən ondan daha yaxşıyam deyə. Bu daha sözü yoxdur yəni. İndi bu Əlxanınkidir, qaytaraq qoyaq yerində qalsın. Yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratdın. Burada çünki ifadəsi artıqdır, gördüyünüz kimi. İblis həmçinin bir də görək nə üçün onu məndən üstün tutdun. İndi İblis deyir, bir də görək nə üçün onu məndən üstün tutdun. Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun nəslini öz hökmüm altına alaram deyir. Gəlin baxaq görək ayətə 17, 62. Qalə dedi, ərəeytəkə, gördünmü? Allaha deyir, İblis, həzəlləzi kərrəmtə aleyyə, mənim üzərimdə kəramətli etdiyim bu kəsi gördünmü? Ləin əxxartəni ilə yevmil qiyamə, qaim, yəni qalxış, bərpa olunma gününə qədər əgər mənim üçün təxirə salsan, لأحتنكن ذurriyyətəhu illə qalilə. Deməli, hökmən onun zürriyyəsi azı istisna olmaqla hakimiyyətim altına alaram. Həkəmə sözünü لأحتنكن hökmüm altına alaram deyə bir ifadə ilə ortaya qoyur. Pəki az haric onun soyunu kəsinliklə buyruğum altına alacağam dedi. Davam edək. Yenə 38-in 76-sı Sad surəsində İblis dedi, mən ondan daha yaxşıyam, daha sözü yoxdur təbii ki, çünki sən məni oddan, onu isə palçıqdan yaratmısan. Burada yenə çünki qoyub, baxaq görək varmı həqiqətən? 38 neçənci aya dedik? 76. O dedi, ənə xayrun minhu, mən ondan xeyirliyəm. Xələqtəni min nar, məni oddan xəlq etmisən və xələqtəhu min tin, onu isə tindən. Ərhan Aktaş, mən ondan hayırlıyam, bəni atəşdən yarattın, onu çamurdan yarattım dedi. Ərhan orijinala daha uyğun bir tərcümə verdiyini yenə gördük. Davam edək. Deyir, tərcümələrə baxdıqda, çünki sən məni oddan, onu isə palçıqdan yarattın. Tərcümə edərək üstünlüyünü, səbəbini, yəni çünki kəlməsi burada sanki səbəb, yəni üstünlük səbəbini çünki ədatından bildirirlər. Yanlış bir ifadə, çünki yoxdur orada, li ədatı gəlməyib. Üstünlüyünü, səbəbini məhz bu şəkildə izah etmiş olurlar. Lakin kitabın ərəbcə mətnində nə Ərəf 12-də, nə Sad 76-cı ayələrində çünki kəlməsi keçməməkdədir. Çünki əlavə edərək ənənəvi İslam düşüncələrini oxuyucuya təlqin edirlər. İddia edildiyi kimi düşünsək, bəzi suallar yaranır. Tüstüsüz oddan, indi belə qoyurlar, və ya enerjidən yaranmaq, torpaqdan yaranmaqdan daha mı avantajlıdır, daha mı xeyirlidir? Yəni, belə bir düşüncə mi ortaya qoyulacaq? Əgər belədirsə, Qur'anın hər hansı bir yerində odun daha özəl olması və torpaqdan daha üstün olması haqda isbatımız varmı? Dəlilimiz nədir ki, yəni həqiqətən Allah hansı ayətində deyir ki, od torpaqdan daha xeyirlidir? Daha da deməsə, ən azından xeyirlidir. Belə bir şey varmı yəni? Yəni Allah bir ünsürü bir ünsürdən daha xeyirliləmiş olsun.
bundan yaranmaq ondan yaranmaqdan üstünlük sayılsın. Yəni mömin bir kişiden əmələ gələn bir insan, kafir bir kişiden əmələ gələn insandan üstün mü sayılır? Misal verək, bir müqayisə edək. Nə əlaqəsi var? Məsəl üçün belə bir söz deyək. İbrahim deyək ki, kafir bir Azər adında bir kişiden əmələ gəlib, Qur'anın ayəsində ata deyir. İndi bunlar ixtilaf edir ki, yox bu belə deyil, biz ortaya belə bir şey qoyaq. Amma Nuhun oğlu Nəbi olan bir Nuh kimi elçidən əmələ gəlibdir. İndi Nuhun oğlu üstündür, yoxsa İbrahim üstündür? Yəni birinin təmiz bir insandan Allaha mömin olan bir şəxsdən əmələ gəlməsi onu üstün etmədiyi kimi, birinin də kafir bir kişinin nütfəsindən əmələ gəlməsi onu alçaq eləməz. Əslində üstünlük buna bağlı bir şey deyil yəni. Hər birinin özünə xas bir Allaha xidmət tərzi var. Torpağın özündə olan bir xeyri faydası, işığın özünün ayrıca bir xeyri faydası. Yəni meyvələri götürək. Kim deyə bilər ki, alma üstündür, yoxsa armud üstündür? Hər birinin özünə xas üstünlükləri var. Qadın üstündür, yoxsa kişi üstündür? Ümumiyyətlə, bu cür müqayisə etmək cahillik əlamətidir. Ağıllı insanlar belə bir müqayisə etməz. Qadınlar kişini örtməyə çalışır. Kişilər qadınlar üstünlüyünü göstərməyə çalışır. Bunlar avamlıqdır, bunlar cahillikdir. Bu doğru bir şey deyil ki, insan özün üstünlük taslamağa çalışsın. Allah Quranda da deyir ki, üstünlük təqvadadır zaten. Bizim bu cür müqayisə etməyimizin özü Qur'anın ruhuna ziddir. Aydın nə demək istəyirəm? Ümumiyyətcə, üstünlük taslamaq, özünü nədənsə xeyirli görmək məsələsi möminlərə xas bir şey deyil. Bu yalnız iblis və ona tabi olanlara ait bir şeydir. Bu günləri dünyada parçalanmaların səbəbi də elə buradan qaynaqlanır ki, bəziləri İbrahimi üstün tutur, bəzisi Musanı üstün tutur, bəzisi İsanı üstün tutur. Halbuki Allah deyir ki, elçilər arasında möminlər fərq qoymaz. Yəni fərq qoyanlar əslində mömin deyil. Yəni, bu günləri hər kəs öz şeyxini, öz ağasını, öz kitabını, öz uydurduqları şeyləri başqalarınkindən daha üstün görməklə fəxirlənməyə çalışırlar. Bu cahilliyin əlaməti olduğunu Rum surəsi 32-ci ayətində zaten aşkar görürük ki, yanındakılarla fərəhlənərlər, sevinərlər özlərindəki ilə. Bu möminlərə aid bir şey deyil yəni. Oydu ki, təqvalı insanlar heç bir zaman özlərini üstün görməz. Həmişə sadə olarlar. Davam edək məqaləmizin davamına baxaq. Əgər belədirsə, Qur'anın hər hansı bir yerində odun daha özəl olması və torpaqdan daha üstün olması haqda isbatımız varmı? Gətirdiyim fikirləri də bu sualla bərabər düşünməyinizi istəyərdim. Allahın huzurunda insandan öncə olan iblisin belə bir əsası, hərf buraxılıb birini düzəldək. Allahın huzurunda insandan öncə olan iblisin belə bir əsası yoxdursa, bunu nədən Allaha söylədi? Və yaxşı söylədi, Allah niyə etiraz eləmir? Aydın demək istəyirəm. Yəni, Allahın belə bir etirazı yoxdur ki, yəni belə bir təsdiqi də yoxdur, etirazı da yoxdur ki, həqiqətən atəşin, tüstüsüz odun, enerjinin torpaqdan üstünlüyünü təsdiq edəcək bir fikir də söyləmir, nə də bunun əksinə bir fikir söyləmir. Sadəcə bunun iblisin kafir və zalim olduğunu ortalığa qoyur. Yəni, kim üstünlük taslayırsa əslində o onun kafirliyi və zalimliyini ortaya qoyar. İndi davam eləyək. Xeyirli olan nə idi? Həqiqətən bunun bu üzərində idi, yoxsa başqa bir səbəb idimi? Bu üçün ədatını niyə göstərməyə çalışdıq? Səbəb nədir? Özünüz şahid olacaqsınız. Gəlin bu sualların Qur'ana əsasən bir daha düşünək. İlk öncə yuxarıdakı ayələri doğru tərcümə ilə bir daha oxuyaq.
Bu ayəti zaten göstərdi ki, çün ədatı yox idi. Allah dedi, sənə əmr etdiyim zaman səcdə etməyə nə mane oldu? O dedi, iblis yəni, mən ondan xeyirliyəm, məni oddan yarattın, yəni düzəltdin, ortaya çıxartdın və onu palçıqdan dizayner etdin, düzəltdin, ortaya çıxartdın. Yəni, baxın, üçün ədatı olmadıqda sözün mənası fərqlənir. Yəni, əslində, bax, bir dənə söz deyim. Belə deyək də, nəfsi varlıq olaraq iblis də var, Adəm də var. İndi hər ikisi ləzzət, Allahın yaratdığı nimətlərdən faydalanmaq, ləzzət almaq və cənnətə varis və yerə varis olmaq istəyirlər. Xəlifə olmaq istəyirlər. Bunların ikisi də var. Allah Teala bunu palçıq cövhərini yaratdığı varlığa bu varisliyi verəcəkdir. Və iki varlığın ikisi də buna can atmaq istəyir. Ona yetişmək istəyir. Allah Adəmi seçir. Yəni, əslində palçıqdan olan cövhərdən, palçıq cövhərindən olan bədənə sahib olmaq üçün etiraz var ortada. Elə bil ki, mələklər istəyir ki, yerə varis olsunlar. Allah da bunları yox, Adəm və onun zürriyyətini seçib varis qərar verir. Etiraz budur ki, yəni biz dura-dura onu niyə seçdin? Bizə o bədəni bizə vermək əvəzinə ona niyə verdin yəni? Biz o bədənə sahib olardıq, biz o ləzzətləri dadardıq. Anladınız nə demək istədiyimi? İndi davam edək, bunu anlayacağıq. Digər ayətə baxırıq. Deməli, ayəyə diqqət etdikdə çünki ifadəsinin keçmədiyini görürük. Lakin o ifadə keçməsə də məni oddan, onu palçıqdan etdin ifadəsi ilə bəlkə də yenə də oddan yaranmanın üstünlük olduğunu anlaya bilərik və yaxud da bilərlər. Amma tələsməyək və davam edək. Digər ayətə baxırıq. Sad surəsi 76. De, mən oddan xeyirliyəm. Məni oddan yarattın və onu palçıqdan yarattın. Mən ondan xeyirliyəm, oddan deyirəm, üzr istəyirəm. Mən ondan xeyirliyəm, məni oddan yarattın və onu palçıqdan yarattın. Bu ayədə öncə örnək verdiyimiz ayənin bənzəridir. Lakin bir hissəyə diqqət edək. Adəm üstün tutulduğunu iblis bilirdi. Ola bilərmi ki, mən ondan xeyirliyəm, sən onu palçıqdan yarattın, məni oddan deməklə iblis torpaqdan yaranma üstünlüyünü nədən insana verdiyini sorğuluyur. Yəni, iblis niyə deyir ki, yəni mən dura-dura niyə palçıqdan yaratdığın o bəşər olan dərini, o bədəni nəyə görə Adəmə verdin? Mənə niyə vermədin? Bizə niyə vermədin? Yəni, əslində torpaqdan yaranma kimi bir özəllik insana verildi deyə bir qısqanclıq var idi, düşünə bilərikmi yəni? Bir sualı, yəni bu ehtimalı niyə dəyərləndirməyək? Dərhal xahiş edirəm, inkara keçməyin, sadəcə biraz düşünəyin. Yəni, nə üçün biz bunu torpaq və yaxud da od üzərinə götürürük? Bu ehtimalı nəzərə almaq lazımdır. Önəmli məsələdir. Torpaqdan yaranma daha özəl ola bilərmi? Bu variantda ağlımızda saxlayaraq davam edək. Baxın, xahiş edirəm. Varlıq ya bəsitdir, ya mürəkkəbdir. Ya mücərrətdir, yəni. Mücərrət bəsit deməkdir. Mürəkkəb isə tərkib hissələri olan deməkdir. Mələklər mücərrət bir varlıqdır. Yəni bəsitdirlər. Bir şeydən təşkil tapıblar. Yalnız tüstüsüz işıqdan. Bunların bir cismi yoxdur. Deməli, bunlar yemək və içmək məsələsinə aid deyil. Ləzzət ala bilməzlər. Əzab dada bilməzlər. Yəni o haldadılar hələ ki. O vəziyyətdədirlər bunlar. Bu bədən vasitəsilə gerçəkləşir. İndi Allah bunu insana verdi, bunlara vermədi. Etiraz buradan qaynaqlanır. Əgər torpaqdan yaranmaq
o ışıktan yaranmaq, torpaqdan yaranmaqdan bir üstünlük sayılsaydı, o zaman niyə etiraz eləsin mələklər və yaxud da iblis niyə buna qarşı çıxsın ki? Deməli, əslində torpaqdan yaranmaq özəlliyinə sahib olmaq istəyən bunlar idi. Bunlar onu istəyirdi, amma Allah onu Adəmə verdi. Yəni, sizcə məntiqli deyilmi? Düşünməyə dəyməzmi bunu? Davam edəyin. İsra 62 dedi, yəni o, mənə qarşı dəyərli etdiyinə bir bax, kərim etdiyinə, əgər diriliş gününə qədər mənə möhlət versən, mütləq ki, azı istisna onun nəslini özümə bağlı edəcəyəm. İnsanın üstünlüyü nədən idi? Düşünək. Və bunu anlamaq üçün əvvələ yenə insanın yer üzünə təyin edilmə fikrinə qarşı baş verən mübahisəyə nəzər yetirmək lazımdır. Baxın, məndən üstün tutduğun, nətər üstün tutdu? Zaten əgər düşüncə budursa da ki, işıq, saf nur, enerji, nə bilim, tüstüsüz od, tini, hissi olmayan bir işıq, alov, şöyle üstünlükdürsə torpağa, o zaman niyə desin ki, onu məndən üstün tutduğuna bax. Yəni, məni xəlifə təyin etmək əvəzinə gör kimi xəlifə təyin etdin. Əgər Adəmin yerinə iblis xəlifə olmalı olsaydı, yer üzündə xəlifə seçilmək istəyi olmasaydı, bu etiraz nədir? Niyə mələklər yer üzünə varis olmaq istəyirlər? Və yer üzünə varis olmaq üçün önəmli bir səbəb var. Nə? Torpaqdan varlığa sahib olmaq lazımdır. Nəyə görə buna etiraz edirlər? İstəyirlər varis olsunlar, xəlifə. Xəlifə olmaq üçün nə olmaq lazımdır? Bəşər olmaq lazımdır. Deməli, bəşər olmağı bugünkü hallarından daha üstün götürürlər. Daha üstün tuturlar. Yəni, Adəm sahib olduğu o palçıq salsalından olan bədənə bunlar sahib olmaq istəyirdilər. Anlaşıldı nə demək istəyirəm? Davam edəyin. İnsanın üstünlüyü nədən idi? Düşünək. Və bunu anlamaq üçün əvvəl yəni insanın yer üzünə təyin edilmə fikrinə qarşı baş verən mübahisəyə nəzər yetirmək lazımdır. Baxaq, Sad surəsi 69-dan oxuyuruq. Uca öndərlər, yəni o ali toplum, mələklər topluluğu bir-biri ilə mübahisə edərkən mənim bir elmim yox idi deyə. Bir ayət gəlir, elçiyə vəhiy olunur ki, denə mənim xəbərim yox idi, bir elmim yox idi. Mənə ancaq açıq aydın xəbərdar edən olduğum üçün vəhiy olunur, bildirilir. Sad surəsi 70. Bu mübahisənin anlamağa çalışaq. Burada bir mübahisə olduğunu görürük, bir mübahisə getdiyini deyilir və orada mən olmamışam deyirlər Peyğəmbərimizə. Allah bilirdi ki, bugünkü toplum bütləşdirib son elçini onlardan belə üstün eləyəcəkdi. Allah dedi ki, mən orada deyildim. Mənim onlardan xəbərim yox idi. Mən də bildirilir, onu sizə deyirəm. Bir zaman sənin sahibin, yəni Rəbbin mələklərə demişdi, şübhəsiz ki, mən yerdə xəlifə, Bəqərə 30 hamıya bəllidir, xəlifə, ard-arda gələn yəni, var edəcəyəm. Onlar sən orada fəsad, pozuçuluq törədəcək və qan tökəcək bir kəsimi təyin edirsən. Biz həmdin ilə səni təsbih edirik və səni təmiz sayırıq, dedi ki, şübhəsiz mən sizin bilmədiklərinizi bilirəm. Bu ayədən bəlli olur ki, Allah mələklərə yer üzündə insanı xəlifə təyin edəcəyini bildirir. Digər surələrdən bəlli olur ki, Allah insanın vücudunu, bəşəri yəni yaradır və o vücudu insana verir. Sad surəsi 71-72-yə baxın bu barədə. İçlərində İblis daxil, mələklər biz ondan, insandan yəni xeyirliyik, biz həmdini səbbih, burada bunun biri buraxılıb, həmdini səbbih edirik.
hərəkət edirik, yəni həmdin ilə hərəkət edirik, o isə qan tökəcək, fəsad törədəcək deyə bir ifadə ortaya qoyulur. Sən nədən onu, yəni bizi yox, insanı təyin edirsən, iddia edirlər. Və Adəmə bütün adları, əsmanı öyrətdi. Sonra onları mələklərə ərz edərək, doğrulardansanızsa, bunları adları ilə mənə xəbər verin dedi. Onlar dedilər, sən sübhansan, sənin bizə öyrətdiklərindən başqa bizim elmimiz yoxdur. Şübhəsiz ki, bilən sənsən, bilən hökm verən sənsən. Düşünürəm, Allah yer üzünə mələkləri yox, insanı xəlifə göndərəcəyini bununla isbat etmiş olur. Yer üzündəki yaratdığı şeylərin bilgisini Adəmə öyrədir, mələklərə isə yox. Adəm o şeylər haqda mələklərə xəbər verməklə yer üzünə xəlifə insan olmalı olduğunu Allahın izni ilə isbat etmiş olur. Yer üzünə bəşər olaraq gələnlər və sadiq olanlar nəticədə cənnətə varis olacaq kimsələrdir. Ki, bunu mələklər çox yaxşı bilirdilər. Nədən bizə yox, Adəmə vücud verildi? Yəni, nədən insan bəşər olaraq yer üzünə yayılacaq? Halbuki biz ondan xeyirlik iddiası edilirdi. 31-ci ayə Bəqərədə belə deyilir. Ayəsinə diqqət etdik. Allah doğrulardansınızsa, bunları adlar ilə mənə xəbər verin dedi. Doğrulardansanızsa, yəni insan yox, siz xəlifə olmalısınızsa, yer üzünə bunların adlarını, yəni xüsusiyyətlərini xəbər verin mənə deyilir. Düşünürəm. Torpaqdan var edilərək insana verilmiş bu vücud Allah tərəfindən insana bəxş edilmiş bir neymətdir. İnsan bu vücud vasitəsilə yer üzünə xəlifə olaraq gəldi və maddi olaraq zövqlər alır və eyni zamanda ağrını da və vücud vasitəsilə hiss etmiş olur. Məhz bu səbəbdən Allah cənnət və cəhənnəmə insanları yenidən vücud verərək salacaq. Çünki təsvir edilən cənnətdə maddi zövqlər üçün yaradılmış bir məkandır. Eyni zamanda təsəvvür edilən cəhənnəmdə maddi cəzaların verildiyi bir yerdir. Misal üçün, dəriləri yanar, yenisi ilə əvəz olunar və s. Quranda var yəni belə bir ayətlər. Qurana görə Allah sadəcə bu dəriləri əvəz edilər məsələsindən başa düşürük ki, orada olanların hamısı cisimlə olacaqdır. Anlaşılır demək istəyirəm. Qurana görə Allahın mələkləri belə yer üzünə insan cildində göndərilməsinə şahid oluruq. Misal üçün, Məryəmə mələk kamil insan şəklində bəşər olaraq gəlmişdi və s. Yəni, əslində bizi insan edən vücudumuz yox, olduğumuz vücudun içindəki o ruhumuz, nəfsimiz özümüzdük yəni. Budur yəni. Biz bir mələyin bir bəşər surətində Məryəmə görünməsindən də başa düşürük ki, iblis odda yanması üçün onu da Allah ora bəşər surətində salacaqdır. Mövzumuzun əvvəlinə qayıtsaq, iblis istisna, mələklər iddialarından geri dönürlər. Allah dedi, mən sizə şübhəsiz göylərin və yerin gizlisini, qeybini və aşkara çıxartdıqlarınızı və gizli saxladıqlarınızı bilirəm demədimmi deyə bir sual verir Bəqərə 33-də. Ayədən də anlaşılır ki, iblis daxil mələklərin içində olan narazılıqların Allah bilirdi. Və hamısı səzdə etdikdə iblisin səzdə etməsi bu narazılığın əsas səbəbkarının iblis olduğunu ortaya çıxardır. Bu daha
Bir daha düşünək. İnsan üstün edilməsi, insanın üstün edilməsi, onun vücudlu bəşər olaraq xəlifə kimi dünya, sonra cənnət üçün yaradılması idi ki, mələklər belə bu üstünlüyü qəbul etməli idilər. Və içlərində iblis olan mələklərin içində iblis də olmaqla, yəni iblis də bir mələk idi. Mələklərin niyə biz yox insan xəlifə seçirsən iddiasında ayələrdən anlayırıq. Və digər mələklər səzdə etdikdə iblis səzdə etməməsinin ardından Allah ona sual verir. Soruşduqda ki, niyə səzdə etmədin? Yəni, niyə onun üstünlüyünü qəbul edib doğrulamadın? Onun cavabı, mən ondan daha xeyirliyəm. Daha da yoxdur dediyimiz kimi, ondan xeyirliyəm. Sadəcə bu. Sən etdin onun palçıqdan, məni oddan deyir. Sən qərar verdin, etdin onu palçıqdan, məni oddan deyir. Bunu bütün anlattıklarımla düşündükdə bəlli olur ki, vücudun torpaqdan yaradılması üstün idi, xeyirli idi. Aydındır, bu daha sözün yenə burada ləğv edirik. Orxan qardaşımız zürrü saysın. Yaradılması üstün idi, xeyirlisi idi. Və iblis daha xeyirli, üstün olduğunu halda nədən insan torpaqdan yaradıldı, mən isə oddan deməsi sadəcə olaraq insanın üstünlüyü, onun isə Allaha olan üsyanı idi. Aydındır. Burada da yenə daha sözünü də ortadan qaldıraq deməli. Və iblisin daha xeyirli, yox, elə xeyirli, üstün olduğum, yəni iblis, mən, qoy burada bir mən kəlməsi əlavə edək, mən xeyirli olduğum halda nədən insan torpaqdan yaradıldı, mən isə oddan deməsi sadəcə olaraq insanın üstünlüyü, onun isə Allaha olan üsyanı idi yəni. Davam edirik. Lakin Allah bizləri imtihan etmək üçün iblisə möhlət verdi. Və mən üstünəm deyən iblis bugün insanları yoldan çıxartmaq üçün eyni vəsvəsəsini insanlara verməkdədir. Bir baxaq. Ayələrə diqqət edirik. Məsələn, o zaman Yusifin qardaşları dedilər. Yusif və onun qardaşı atamıza bizdən daha sevimlidirlər. Halbuki biz bir dəstəyik, güclü bir dəstəyik. Şübhəsiz ki, atamız açıq aydın yanlışlıq içindədir, zəlalətdədir dedilər. Onu öldürün ya da onu bir yerə atın ki, atanızın vəcihi, yəni vəcih burada fiziki üzdən söhbət getmir, atanızın tamamı ilə diqqəti, sevgisi, yəni kimliyi sizə qalsın. Və bunun ardından salih, yəni düzələn, islah olan bir toplum, bir qövm olarsınız. 9-cu ayə. Ayədən gördüyümüz kimi, qardaşları özlərini daha üstün, xeyirli, daha sözünü buradan da götürək, üstün görərək eyni iblis kimi bir rəftar sərgilədilər. Və Firon qövmünün içində səslənib dedi. İndi Firona baxaq. Ey qövmüm, məgər şəhərin hakimiyyəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü? Yoxsa mən bu dəyərsiz və az qala bəyan edə bilməyən kimsədən, yəni Musadan xeyirli deyiləmmi? Məgər ona qızıldan bilərziklər verilməli və onunla bərabər bir-birinə yaxınlaşmış mələklər gəlməli deyildimi? Aydındır, onunla bərabər mələklər gəlməli deyildimi? Zuhruf 43-cü surənin 53-cü ayəsinə qədər baxa bilərsiniz, 51-dən başlayaraq 53-ə qədər. Eynən Firon da
eyni iblis kimi sözlərini təkrar etmiş oldu. Və Yusifin qardaşları da. İndi nəticə. Sözümüzü yekunlaşdıraq. Bugün yer üzündə haqsızlıqla öldürülən insanlar, xalqlar arasında yaranan müharibələr, dində insanlar arasında olan ixtilaflar və parçalanmaların, insanların həmrəyliyinin pozulmasının əsas səbəbi eynən iblis kimi fərdlərin və ya xalqların mən daha üstünəm, xeyirliyəm deməsidir. Daha sözünü buradan da götürək. Heç kim bizə irad bildirməsin. Mən üstünəm, xeyirliyəm deməsidir. Mən seçilmişəm deməsidir. Buna səbəb fərdlərin və ya xalqların özünü digərindən zəngin, ağıllı və çox hesab etməsidir. Yəni çoxluqla öyünməsidir. Aydındır? Və ya çox hesab etməsidir. Halbuki Allah yanında bizi dəyərli edən ətrafımızdakı insanların bizə olan hörməti deyil, övladlarımızın çoxluğu deyil, ətrafımızdakı dostlarımızın çoxluğu deyil, mal, dövlətcə başqalarından üstün olmağımız da deyil. Ey insanlar, şübhəsiz ki, biz sizi kişidən və qadından yaratdıq və bir-birinizi tanıyasınız deyə sizi soylar və qəbilələr etdik. Şübhəsiz ki, Allah yanında ən dəyərli olanınız, ən çox qorxanınızdır, qorunanınızdır, qorxanınız yox, təqvalı olanınızdır. Qorxmaq başqa şey, qorunmaq başqa şey. Şübhəsiz ki, Allah biləndir, xəbərdardır. Hucrət 13-cü ayət. Və onların, yəni insanların qaldırılacağı gün məni rüsvay etmə. Şura surəsində İbrahimin dili ilə bir dua var. Məni rüsvay etmə. O gün mal və oğullar fayda verməz. Ancaq Allaha təmiz qəlblə, düşüncə ilə gələn istisnadır. Allah insanı üstün edərək, mələklərə insana səzdə et dedikdə iblis imtina etdi və Allah onu qovdu və lənətlədi. Bugün isə insanların əksəriyyəti Allahı unudaraq iblisə səzdə etməkdədirlər. Sözümüz bu qədər. Allaha sığınırıq, Allaha əsaslanırıq. Allah bizləri qafillərdən olmaqdan qorusun. Allah bizə bəsirət edən bir göz, eşidən bir qulaq və düşünmə qabiliyyəti olan bir əql nəsib edibdir. Allah bizi onu layiqincə istifadə etməkdə müvəffəq eləsin inşallah. Ata-babalarımızdan gördüyümüz dini yaşamaqdan Allah bizi xilas eləsin, ağlımızı işlədib, elm və bilgi ilə hidayət olan qullarından qərar versin. Salam olsun hidayətə tabi olanlara.